Bismillahirrahmanirrahim. Və salatu və selamu ala Rasulillah və ala alihi və ashabi əcma'in. Əmmə ba'd. Uca Allahdan gözəl adlarıyla, uca sifətləriyle bilmədiklərimizi öyrənib, bildiklərimizə əməl etməyi nəsib etməsini diləyirəm. Sahih Buxarinin şərhi dərsimiz qardaşlar davam edir. Bugün Allah Taala'nın izni ilə 5-ci dərsimizdir və Sahih Buxarinin 4-cü hədisini inşallah vaxt olsa 5-ci hədisini, vaxt olsa 6-cı hədisini şərh etməyə çalışacağım. Həmən vaxtımızı itirməmək üçün hədisin mətninə keçirəm. İmam Buxarinin Səhih kitabında ən son çaplardan birinin tərtibi ilə 4-cü hədisin mətni belədir. An Cabir ibn Abdillah el-Ansari qal və huve yuhaddisu an fetratil vahiy. فقال في حديثه بين أنا أمشي إذ سمعت صوتا من السماء فرفعت بصري فإذا الملك الذي جاءني بحراء جالس على كرسي بين السماء والأرض فرعبت منه فرجعت فقلت زملوني فأنزل الله تعالى يا أيها المدثر قم فأنذر إلى قوله تعالى والرجز فاهجر فحمي الوحي وتتابع. Cabir ibn Abdillah el-Ansari Muhammed sallallahu aleyhi və səlləmə yaxın və alim sahabələrdəndir. Buyurur ki, Peyğəmbər sallallahu aleyhi və səlləm vəhiyin kəsinti zamanından danışır. Biz keçən dərsdə qeyd elədik ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Hira mağarasına gedir və orada Hira mağarasında Cəbrail aleyhissələm Aləq surəsinin əvvəlki ayələrini gətirib Peyğəmbər s.ə.və yaradan Rabbin adıyla oxu ayəsini demədən öncə 6 ay müddətində Peyğəmbər s.ə.v gerçəkləşən yuxular görürdü. Və bu gerçəkləşən yuxuları görməsi Peyğəmbərliyin əvvəl mərhələsi idi. Daha sonra isə ayə nazil olaraq Cəbrail əleyhissalam tərəfdən birbaşa Peyğəmbər s.ə.v-in qəlbinə endirilən və üzünə deyilən ayəti nə olur? Aləq surəsinin əvvəl surəsi İqra bismi rabbikəl-ləzi xalaq. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bu ayələri eşidəndən sonra çox qorxur və evə dönür və hədisin axırını bilirik. Bu hadisədən sonra qardaşlar uzun müddət ayələr daha nazil olmur. Bəzi elm əhli deyir ki 2 il ayə nazil olmur. Ayə kəsinti müddətinə qədər idi? 2 il. Bəzi elm əhli isə 3 ildir deyir. Bir müddət Peyğəmbər sallallahu aleyhi və səlləmə daha nə Cəbrail aleyhissalam gəlmir və nə də vəhiy gəlmir. Bu futur mərhələsi deyirlər. Yəni ayənin enməsinin dayanma mərhələsi. Bir tərəfdən Peyğəmbər sallallahu aleyhi və səlləm üzülür. Çünki qorxmuş olsa da Allahın kəlamını eşitməyə olan şövqü, istəyi, rəğbəti artıq idi. Bir tərəfdən yeni ayələrin enməyini istəyirdi. Bir tərəfdən Allaha yaxınlaşmaq istəyirdi. Bir tərəfdən də Cəbrail əleyhissalamı özləmişdi. Peyğəmbər sallallahu aleyhi və səlləm Cabir radiyallahu anh deyir ki, o mərhələdən danışarkən vəhiyin kəsilmiş olduğu vaxtı. Deyir ki, mən Məkkədə yeriyərkən birdən səs eşitdim. Məkkədə yeriyərkən birdən səs eşitdim və başımı göyə qaldırdım, gördüm ki, göylə yer arasında bir kürsünün üzərində daha öncə Hira mağarasında mənə gələn mələk oturubdu. Kim idi o mələk qardaşlar? Cəbrail əleyhissalam. Kürsüsünü yer və göyün arasına qoyub üzərində oturub və onun səsini eşitdim. Daha öncə mən onu Hira mağarasında görmüşdüm deyir Peyğəmbər sallallahu aleyhi və səlləm. Fərafa'tu basari fəizəl mələkul-ləzi cəəni bihira'in cəlisun alə kursiyyin beynəs-səmai vəl-ard fəru'ibtu minhu. Və onu görüncə təkrar qorxdum. Həm səsindən qorxdum, həm böyüklüyündən qorxdum, həm oturuşundan qorxdum. Cəbrail aleyhissələmi Allah yaratdığı sifətdə görmüşdür Peyğəmbər sallallahu aleyhi və səlləm. Aydınım qardaşlar. Peyğəmbər sallallahu aleyhi və səlləm Cəbrail aleyhissələmi
Allah yaradan mələk şəklində 2 dəfə görmüşdür 23 il peyğəmbərlik dönəmində. Bir dəfə bu anda gördüyüdür. Cəbrail əleyhissalam kürsünün üzərində oturmuşdur və o kürsü göylə yerin arasına qoyulmuşdu və Cəbrail əleyhissalamın 600 qanadı var idi. Qanadında lələk deyil ha. Nəyi var idi? Nəyi var idi? Qanadı var idi. Hər qanadı yerlə göyün arasının üfüqü örtəcək qədər böyük idi. Bu özü bir möcüzədir, özü bir yəqinliyin bir işarəsidir qardaşlar. Sən təsəvvür elə, biz bir quş görürük, bir qartal görürük, bir göyərçin görürük, bir quzğun görürük. Neçə qanadı var? 2 qanadı var. Desək ki, gəl bunu bir qanad da əlavə elə, biz yer tapa bilmərik ki, o bir qanadı harasına tərkib eləyək. Belinə mi, qarnına mı, quyruğuna mı, başına mı? O qanadı qoymağı yer taparıq mı? Tapmarıq qardaşlar. Cəbrail aleyhisselamın 600 qanadı olduğunu görür. Peyğəmbər sallallahu aleyhi ve sellem hər qanadının böyüklüyü yerlə göyün arasını qapadacaq qədər böyük. Belə bir mənzərə görüb də insanın qorxmamağı mümkündürmü? Xeyr. Peyğəmbər sallallahu aleyhi ve sellem deyir, "Fəru'ibtu minhu." Gördüyümdən qorxdum. Və həmən "Fəraca'tu fəqultu zəmmiluni." Həmən evimə döndüm. Yürüyərək, qaçaraq evimə döndüm. Ailə əhlimə dedim ki, məni örtün. Məni örtün, məni örtün. Və burada keçən dərsdə də toxundum ki, qorxan adamların, sakin adamların yanına gedib, özünü örtdürməsi onun sakinləşməyinin vəsilələrindəndir. Qorxan adamı, qardaşlar, siz hətta yolda görsəniz, hardasa görsəniz, onu güvənli bir yerə salıb üstünü örtməniz sakitləşməsinə vəsilə olur. İkinci kəz Peyğəmbər sallallahu əleyhi və səlləm evə qayıdır, nə deyir? Məni örtün deyir. Məni örtün, məni örtün. Fəənzəlallahu Teala ya eyyuhəl muddəssiru qum fəənzir və rabbəkə fəkəbbir və thiyabəkə fətahhir və rucuzə fəhcur. İqra ayəsindən sonra 2-3 ildən sonra Allah Azze ve Celle Cəbrail əleyhissalamı göndərir və Cəbrail əleyhissalamın Allah yaratdığı şəkildə Peyğəmbər sallallahu əleyhi və səlləmə göstərir və bu ayələri təkrar olaraq bir müddətdən sonra Allah Teala təkrar nazil edir. İmam İbn Kəsir rahimehullah deyir ki, Muhammed sallallahu aleyhi ve sellem həm nəbidir, həm də rasuldur. Nəbi nədir qardaşlar? Bir insana ayə nazil olursa, o ayənin içində Allahın hökmləri varsa, lakin bu hökmləri əmr etməyə əmr olunmayıbsa, bu ayələri eşitməklə adam nə olur? Peyğəmbər olur. Allah Teala deyir ki, oxu, yaz, namaz qıl, oruç tut, amma bunu başqalarına əmr yoxdur. O ayələrin gəlməyi ilə insan nə olur? Nəbi olur, yəni Peyğəmbər olur. Amma nazil olunduğunu başqalarına çatdırması, onun üzərinə əmr olunursa, onda nə olur? Rasul olur, yəni elçi olur, elçi. Baxın, insanların arasında da qardaşlar belə bir durum var. Yəni, padişahlar arasında bugün səfirlər var, səfir var, düzdürmü? Məsələ, səfirlər, keçmiş dönəmdə də elçilər var idi. Bir padişah, bir tavat, bir mepe, bir filan, harasa adam göndərəndə yazdığı şeyin içində təlimatlar var idi. O təlimatları ona vacib idi ki, onun içindəki o təlimatları, tapşırıqları kiməsə aparsın. Ona görə bu ayələr nazil olanda Peyğəmbər s.ə.v nəbilikdən rasulluğa keçir. Yəni Peyğəmbərlikdən elçiliyə. Artıq Allahın elçisi olur, nazil olan ayələri insanlara çatdırmaq vacib olur. Ya eyyuhəl muddəssir, ey bürünən. Allah Teala Peyğəmbər s.ə.v-in halı ilə ilgili xitab eləyir. Ey bürünən, ey paltarına, ey yorğana bürünən, ey qorxusunu canından çıxartmaq üçün bürünmək istəyən. Bu Allahın lütfündəndir Peyğəmbər s.ə.v. Yəni burada biraz da təsəlli var ki, səni qorxutduq, sən qorxdun və büründün və ey bürünən, qum fəənzir, dur, ayağa qalıq, sənə nazil olanları insanlara çatdır. Artıq bu da bir
halal, haram bir ibadətə yönləndirmək deyil, artıq sənin ayaq üstə qalıqmaq, həqiqəti, gerçəyi insanlara demək vaxtındır. Artıq qalxıb bütlərin münkər və pislik olduğunu demək vaxtındır. Bütlərin Allahdan başqa ibadət, yəni Allahdan başqa batil üzrə ibadət olunanları açıqlaman vaxtındır. Tövhidi açıq-aşkar insanlara demək vaxtındır. O bütləri inkar eləmək vaxtındır. Qum fəənzir, dur, həqiqətləri insanlara söylə. Və rabbəkə fəkəbbir, gözündə ancaq Allahı ucalt. Heç kimdən qorxma. Nə Əbu Cəhildən qorxma, nə Əbu Ləhəbdən qorxma, nə filandan qorxma, nə heç bir tağutdan, heç bir küfr əhlinin imamlarından qorxma. Gözündə kimi ucalt? Allahı ucalt. Və thiyabəkə fətahhir, sən paltarını da təmizlə. Yəni, üstündə ola bilər ki, sənin o dönəmdən əvvəldən geyindiyin paltarlar var. Artıq sən daha təmiz görünmək vaxtındır. Və thiyabəkə fətahhir, artıq paltarını təmizlə. Bəzi elm əhli deyir ki, yəni artıq sənə verdiyim görəvi təmiz şəkildə təbliğ elə. Və rucuzə fəhcur, bütün pisliklərdən üz çevir. Pisliklərin içinə bütlər girir və Allahın şəriətinə uyğun olmayan hər şey girir. Peyğəmbər sallallahu aleyhi və səlləm bu hadisəni danışarkən, bu ayələrin endiyini danışarkən buyurur ki, fəhəmiyyəl vəhiy və tətəbəə. O zamandan sonra vəhyin gəlməyi şiddətləndi və arxa-arxaya enməyə başladı. Çünki qardaşlar, əmr olunduqdan sonra Peyğəmbər sallallahu aleyhi və səlləm artıq hökmləri bir dəfə sən artıq Peyğəmbər olduğunu elan eləyəndən sonra arxası ilə insanların maraqlandığı hər şey demək zorundasan. Düzdürmü? Məsələ, mən sizi toplayıram, deyirəm ki, qardaşlar, bugün Sahih Buxarinin şərhi var, hamınız dərsə gəlməlisiniz. Düzdürmü? Mən sizi bura yığdıqdan sonra heç bir şey danışmıram. Sadəcə yığılsınız, mənim sizə buraya olan çağırışımı eşidirsiniz və arxası ilə heç nə danışmıram. Bu biraz komik olar mı olsa? Ha? Ona görə Peyğəmbər s.ə.v deyir ki, o gündən sonra vəhyin enməyi şiddətləndi. Yəni, vəhiy arxa-arxaya enməyə başladı. Çünki insanlar artıq nələri eşidəcəyini mərak etməyə başlamışdı. Bir hadisə var, qardaşlar. Peyğəmbər s.ə.v Peyğəmbərlikdən öncə nə ilə tanınırdı? Əmin idi. Oğru deyil idi. Xəyanətkar deyil idi. Zinakar deyil idi. İçki içmirdi. Heç kəsin malında, pulunda gözü yox idi. Hətta Məkkə müşrikləri belə öz əmanətlərini gəlib harda buraxırdı? Peyğəmbər s.ə.v yanında buraxırdı və gedirdilər. Rasulullah s.a.v. bu ayələr nazil olduqdan sonra artıq Məkkə müşriklərinə tövhidi deməyin vacib olduğuna qənaət gətirir, inanır və hamısını Kəbənin qırağına toplayır. Deyir ki, sizə bir sözüm var. Əbu Ləhəb də gəlir, Əbu Cəhil də gəlir, Əbu Sufyan da gəlir, Utbə də gəlir, Rabiə də gəlir. Bütün o zamanın küfrün və tağutların və müşriklərin, başçıların hamısı gəlir ora. Rasulullah sallallahu aleyhi və səlləm Safa dağının üzərinə çıxır. Kəbə ilə bilirsiniz, Safa dağı yanbayandır. Yəni arasında 50-100 metrə bir məsafə var. Kəbənin Safa istiqamətinə toplayır və çıxır Safa dağının başına ki, onu həm hamı görsün, həm də Rasulullah s.ə.v-in dediyini hamı eşitsin. Ona görə bunu faydalarda da gətirmək olar. Ədəbdəndir ki, qardaşlar, adam əgər cümhura xitab eləyirsə, görünən bir yerdə olsun. Ha? Nə olsun? Görünən bir yerdə olsun. Ona görə cümə günü xatib haraya minir? Minbərə minir, cəmaat onu görsün deyə. Danışan adamlar görərkən onun danışdığını anlamaq imkanları daha çox olur. Peyğəmbər s.ə.v deyir ki, mən sizə bir şey desəm, inanarsınızmı? Nə deyirlər? Belə inanarıq. Çünki biz səndən yalan eşitmədik, biz səndən oğurluq eşitmədik, biz səndən xəyanət eşitmədik. İnanarıq, sən nə desən biz inanarıq. Peyğəmbər s.ə.v deyir, desəm ki, bax bu dağın, yəni Kəbənin ətrafında olan hündür dağların arxasından düşmən gəlir. Hamınızı məhv eləyəcək, hamınızı öldürəcək. Yəni durduğumuz yerdə mən sizə belə
ağlınıza gəlməz bir şey deyirəm. Bunu da fayda olaraq deyirəm, qardaşlar. İstəmirəm faydaların üzərindən keçəm. Məkkə şəhərini Allah hikmətindəndir ki, elə bir yerdə Kəbənin oluşunu seçib ki, adamlar dünya ləzzəti üçün orada yaşamağı seçməsi mümkün deyil. Başa düşürsünüz bu nöqtəsini. Çünki orada bir şəlalə yoxdur. Axan sular yoxdur. Otlu, ağaclı dağlar yoxdur. Orada meyvələr yetişmir. Səhranın ortasında istinin bir yerdə, hər şeyin çətinliyi toplanan bir yerdə ancaq insan orada zərurətə görə qala bilər. Yəni, dursun da ordular gəlsin, o yoxsulluqdan əziyyət çəkən adamlar gəlsin, öldürsün, belə bir gözləniş yoxdur. Zaten oraya gələn adam zar-zor gəlib çatır. Yəni, düşün belə imkan, yəni kimisə gəlib hücum eləmə imkanı olmayan bir vaxtda Peyğəmbər s.ə.v deyir ki, mən sizə desəm ki, bu dağın arxasından bir ordu gəlir, hamınızı öldürəcək. İnanarsınızmı? Nə deyirlər? Bəli deyirlər, inanarıq. Çünki səndən biz yalan eşitmədik. Deyir, o zaman mən Allahın sizə göndərdiyi qulu və elçisiyəm. Mən bir Peyğəmbərəm, onun mənə vəhiy elədiyini başda sizə deməklə mükəlləfəm. Yəni, bunun arxasında o bütlərin dağılmasını, o bütlərin yox edilməsini, şirkin və küfürün sona etməsinin elanı idi. Bunu deyəndə oradakı küfürün başçıları bildilər ki, bunların biznesləri çökəcək. Artıq adamları aldadırlardı. Bu küləyin bütüdür, bu övladdır, bu ruzidir, bu şəfadır. Özlərindən uydurub bütlər qoymuşdular. Ondan sonra o bütlərə təqdim olunan həm pulları bunlar götürüb civlərinə qoyurlardı, həm dəvələri, inəkləri, qoyunları. Hər şeyə bir büt adı uydurmuşdular. Cəmaat gəlib varını yoxunu onlara tökürdü. Bunu da onlar götürüb paylaşırlardı. Əllərini qızğın sudan soyuq suya vurmayıb yaşayırlardı normalını. Aydındırmı? İndi biz bu bütlərin hamısını uçursaq, bunlar adamları aldata bilməyəcək. Bugünkü gündəki bəzi pirlərin üzərində olan müşriklər kimi. Bəzi pirlər var ha, insanları aldatmaq üçün tikilibdir. Gəlin burada qurban kəsin, gəlin torpağını yalayın, gəlin dəmirlərinə sürtünün. Burada şəfa var, burada övlad var, burada xeyir var, günahların bağışlanması var deyə insanları aldatan bəzi molla kılıflı dələduzlar var ya, həmin bunlara bənzər vəziyyətlidir. Bugün insanları bəzi pir adıyla, qəbir adıyla, ziyarətgah adıyla tikib insanları oraya ibadətə sövq eləməklə insanları soyurlar ya bəzi yerlərdə. Hansı ki, bu yenə də davam eləyir. Sovetlər vaxtında buna imkanlar verildi. Şirk, küfür mənbəyi diyarı olduğu üçün hələ də bir çox yerlərdə bunlar dəstəklənir. Və bunlar hansı zamanlarda tikilib, qardaşlar? Məscidlərin xaraba qaldığı bir zamanda, uçurulduğu və dağıdıldığı bir zamanda. Aydındır mı? İndi siz təsəvvür edin, bugün qalxıb deyir, İslam alimləri deyir ki, Quran və sünnədən dəlillər gətirərək İslam dinində bütlər sadəcə heykəllər deyil. Allahdan başqa ibadət olunan, razı qaldığı halda nə varsa hamısı bütdür. Sən inəyi çevirsən bu hala o da bütdür, qəbri çevirsən o da bütdür. İslam ümməti, qardaşlar, kitab və sünnədən gələn dəlilləri toplayaraq icma eləmişdir ki, bir qəbri ibadət məqsədi ilə ucaltmaq olmaz. İbadət məqsədi ilə bir qəbrə tavaf eləmək olmaz. Bir qəbirdən ölmüş bir insandan qadir olmadığı bir şeyi istəmək olmaz. Bir ölmüş insandan hətta vəli olsa belə, hətta peyğəmbər olsa belə övlad istəmək olmaz, şəfa istəmək olmaz, ruzi istəmək olmaz. Bunların hamısı Allahın əlindədir. Yaratdığının əlində deyil. İslam ümməti buna icma eləyib. Biz bugün bunu danışanda, bu həqiqətləri insana danışanda ki, qəbirlərə, pirlərə ibadət məqsədi ilə getmək olmaz, ölənlərə ibadəti sərf etmək üçün olmaz. Bu şirkdir. Qalxıb deyirlər ki, yox siz yalan danışırsınız, siz vahabisiniz, siz osunuz, busunuz. Avam təbəqənin başını yenə bulandırmağa çalışırlar. Niyə? Hətta onların o yalanları ortaya çıxmasın deyə, yenə özlərinə inananların əlindəkini əllərindən alıb ciblərinə doldursunlar deyə. Həqiqəti bu şəkildə örtürlər. O dönəmdə də bu vəziyyət var idi. Aydındır mı? Peyğəmbər s.ə.v deyəndə ki, mən Allahın göndərdiyi Peyğəmbərəm, sizə tövhidlə göndərildim. Başlayırlar Peyğəmbər s.ə.və söyməyə.
Peyğəmbər s.ə.v-i təhqir eləməyə, Peyğəmbər s.ə.v atasını təhqir eləməyə, ailəsini təhqir eləməyə, nədir bunların əlindəki o insanları aldatmaqla qurduqları biznes gedəcək deyə. Bugün haqqı deyəndə batil əhli bizə də eyni şey deyil. Bizə də o təhqirləri yağdırırlar. Hətta bu dərsdən sonra bu qismini dinləyənlər, batil əqidədə olanlar, əmin olun, yenə mənə saldıracaqlar və pis sözləri deyəcəklər. Çünki Peyğəmbərin yolu ilə gedənlər hər zaman xurafat əhli tərəfindən təhqirlərə və söyüşlərə məruz qalırlar. Və orada Peyğəmbər s.ə.v İslamı elan eləyir, tövhidi elan eləyir, şirk və küfrə olan düşmənçiliyi də ortaya qoyur. Bu hədis, qardaşlar, burada bitir. Buradan bir çox faydalar çıxartmaq mümkündür. Birinci fayda, tabii ki bu hədis tək Buxari deyil, İmam Müslimdə, İman kitabında rivayet edib. Birinci fayda, qardaşlar, bu hədisdə ispat var ki, Peyğəmbər sallallahu aleyhi və səlləm Cəbrail aleyhissalamı Allah yaratdığı şəkildə görmüşdür. Birinci fayda nədir? Budur. İkinci fayda, vəhiyi gətirən mələyin adı Cəbraildir. Vəhiydən mükəlləf olan mələk kimdir? Cəbraildir. Və Cəbrail aleyhissalama Allah şəkillənmək qüdrəti vermişdir. Bəzi yerdə adam şəklində gəlirdi, bəzi yerdə isə istədikdə öz şəklində gəlirdi. Yəni, mələklərə Allah şəkillənmək gücü vermişdir. Bir hədisdə gəlir, bilirsiniz, Peyğəmbər sallallahu aleyhi və səlləm yanına Cəbrail aleyhissalam Dihyə əl-Kəlbi radiyallahu anh'ın şəklində gəlir. Dihyə əl-Kəlbi gözəl üzülü sahabələrdən idi. Qırmızı yanaqlı, qıvrım saçlı, gözəl şəkli var idi. Cəbrail aleyhissalam onun görünüşü ilə şəkillənməyi tərcih edirdi və Peyğəmbər s.ə.v yanına gəlirdi. Hətta bir dəfə də bir kişinin formasında gəlir, ağ paltarda, üzərində heç bir imanın ərkanlarını öyrədən hədisdə. Tanımadıqları bir kişinin şəklində gəlir, Ömər radiyallahu anh zat görür, deyir, Rasulullah, hədisi rivayət edənlər deyir ki, biz onu daha öncə görməmişdik. Bu hədisdən çıxardılan faydalardan biri nədir? Cəbrail aleyhissalam vəhiyi gətirəndir və o şəkillənmək gücünə malikdir. Üçüncü fayda odur ki, mələklərə inanmaq imanın ərkanından biridir. Mələyi inkar eləsən, vəhidə inkar eləmək zorunda qalırsan. Vəhiyi inkar eləyən hökmləri inkar eləmiş olur. Hökmləri inkar eləyən Allahı inkar eləmiş olur. Ona görə, qardaşlar, mələklərə inanmaq müsəlmanın əqidəsinin, inancının, imanının şərtlərindən, ərkanlarından nəyidir? Biridir. Dördüncü fayda, bir insan haqqı bildikdən sonra onu başqalarına çatdırmağa tələsməlidir. Hardan götürürük bunu? Allah bu ayəni nazil eləyəndə ki, dur və haqqı onlara de, Peyğəmbər s.ə.v həmən Məkkədəki müşrikləri yığır, gecikdirmədən haqqı neyniyir? Deyir. Siz də, qardaşlar, hamınız dəvətçisiniz, bir haqqı, bir həqiqəti öyrəndinizsə, onu da neynəyəcəksiniz? Hikmətli şəkildə başqalarına çatdıracaqsınız. Bunu gecikdirmək olmaz. Haqqı çatdırmağı gecikdirmək olmaz. Amma mütləq hikmət şərtdir. Beşinci fayda, dəvətçi insanın cəsarətə, şücayətə və səbrə ehtiyacı var. Qorxaqdan dəvətçi olur mu, qardaşlar? Ha? Yox. Bugün görürsünüz, sosial mediada bəzi dəvətçilər çıxır qarşınıza, ancaq xırda məsələlərdən danışır. Təsbih çəkmək, dua eləyəndə əli qaldırırıq mı, qaldırmırıq mı? Ondan sonra zikrin fəziləti, ümmətlə ilgili olan heç bir şey danışmaz. Zülmə uğramış müsəlmanlardan danışmaz. Yeryüzündə insanların belini qıran küfürdən, şirkdən danışmaz. Məzlum olan müsəlmanların yardımı ilə ilgili dilinə bir cümlə qurmaz. Ancaq xırda məsələlər. Belə tipli insanlardan dəvətçi olmaz, elm tələbəsi olmaz. Dəvətçi insanlar şücaətli olmalıdır, cəsarətli olmalıdır. Hikmətlə haqqı deməyi bacarmalıdır.
Və bu yolda qardaşlar, bu yolda başarılı olmağın bir bədəli olması ləbuddur. Ayaqların altında güllər ola, bir əlin yağda, bir əlin bağda, bir əlin balda. Sən haqqı təbliğ edən biri ola bilmək potensialın, imkanın yoxdur. Haqqı deməyin bir bədəli var. Ona görə burada götürülən faydaların biri nə idi? Peyğəmbər sallallahu aleyhi və səlləm haqqı dediyi zaman qovmu tərəfindən təhqir olunacağını bildiyi halda cəsarətli oldu və onları topladı, haqqı onların üzünə dedi. Dedi ki, sizin ibadət etdikləriniz batildir. Sizin ibadət etdikləriniz şirkdir. Və bu hamısı tərk olunmalıdır və s. kimi. Faydalardan altıncısı, dəvət eləyən insanın və iman eləyən insanların zahiri təmiz olduğu kimi daxilləri də nə olmalıdır? Təmiz olmalıdır. Bir adam şirkin içindədirsə, tövhidə çağıra bilməz. Bir adamın paltarı nəcisdirsə, sən təmiz paltar geyinməkdən danışa bilmərsən. Mütləq müsəlman daxilini və xaricini təmizləməlidir. 7-ci bu hədisdən çıxardılan faydalardan bütlərin və tövhidə müxalif olan hər şeyi haqqı bilən adam anında tərk eləməlidir. Biz bayaq nə danışdıq qardaşlar? Qəbirlərə və pirlərə ibadəti sərf eləməyin şirk olmağından danışıq, düzdürmü? Muhaqqaq bu dərsi kimsə bu həqiqətləri bilməyən biri dinləyəcək. Ona vacibdir ki, bunu dinlədikdən sonra tövbə eləyib haqqı götürsün, tövhidə gəlsin. Haqqı qəbul eləməyi gecikdirmək olmaz. Faydalardan biri nədir qardaşlar? Bir dəvətçinin hazırlanması yavaş-yavaş olmalıdır. Nə olmalıdır? Fikir verirsinizmi? Rasulullah sallallahu aleyhi ve sellem ilk öncə gerçəkləşən yuxular görür. Sonra Cəbrail aleyhissalamla mağarada qarşılaşır. Daha sonra Cəbrail aleyhissalamı göydə görür. Göylə yerin arasında görür. Və bu mərhələlərin içində Peyğəmbər sallallahu aleyhi ve sellem Xədicə radiyallahu anhə ilə məsləhətləşir, Əbu Bakır radiyallahu anhə ilə məsləhətləşir, Əli radiyallahu anhə ilə məsləhətləşir, Osman radiyallahu anhə ilə məsləhətləşir, Varaqat ibn Nufilin yanına gedir. Yəni yavaş-yavaş Peyğəmbər sallallahu aleyhi və səlləm hazırlaşır daha böyük risalələri çatdırmaq üçün. Və bir dəvətçi də el olmalı, bir müsəlman da el olmalı. Biz bütün halal, haramları, hökmləri bir anda hamıyı toplayıb desək, ağır olar mı qardaşlar? Ağır olar. Nə bunu biz daşıya bilməliyik, nə də insanlara öyrədə bilməliyik. Deməli, tədricən, yavaş-yavaş olmalıdır. Həm dəvətçinin hazırlanması, həm də dəvətçinin başqalarını hazırlaması. 9-cu fayda qardaşlar, dəvətdə olan çətinliklərə dəvətçi dözməlidir. Sən bugün cəsarətini toplayırsan, qalxırsan, haqqı deyirsən, ondan sonra qarşılığında çətinlik olanla bir dəvəti buraxırsan. Olur mu belə? Ha? Qalxaq deyək ki, ey insanlar, Allahdan başqasına ibadətləri tərk eləyin. Tək olan Allaha ibadət eləyin, Allaha şərik qoşmayın, namaz qılın, 2 günlük dünya sizi həqiqətdən, haqdan yayındırmasın. Həmən qarşımıza biriləri çıxacaq, ateistlər çıxacaq, müşriklər çıxacaq, dinsizlər, imansızlar çıxacaq və bizimlə dirəşməyə çalışacaq. O gündən sonra yorulacaq, geri çəkilib da bir də haqdan danışmayacaq. Belə şey olar mı? Belə şey olmaz. Ona görə dəvətçi insan, dəvət və yaxud da bir müsəlman həqiqətləri bildikdən sonra bunu təbliğ eləyərkən qarşısına çıxan çətinliklər onu haqq yoldan nə etməlidir? Vaz keçirtməməlidir. Bu hədisin faydalarından biri qardaşlar, el-futuru qad yaqa'u ba'den nəşat, thumma ta'udul himmə. Bəzi insanlarda, bəzi hallarda ola bilər ki, zamanın bir mərhələsində zəiflik baş versin. Və o zəiflikdən sonra geri daha güclü qayıtmaq imkanı olsun. Bu mümkündür. Məsələ belə deyək, qardaşlar. Bugün yığılmışıq 50 nəfər, 100 nəfər, 200 nəfər Sahih Buxarinin şərhindən istifadə edirik. Düzdürmü? Hamınız gəlmişsiniz, səbirlə oturursunuz və bu dərsin içindəki faydaları nə edirik? Öyrənirik və paylaşırıq. Və hər gün gəlirik, hər gün gəlirik. 5 vaxt cəmaat namazını məsciddə qılırıq. Fəcrdə də təfsir dərsini dinləyirik, günorta namazından sonra tövhid dərsi keçirik, əsrdən sonra sirə keçirik, məğribdən sonra fiqh keçirik, ərimizi aparırıq.
Və gün gəlir birdən, ya xəstələnirik, ya yoruluruq, ya bir kədərə, qəmə düçar oluruq və zəifləyirik. Dərslərin sayını azaltmağa başlayırıq və s. və s. Bir insanın başına bu şeylər gəldikdə o yoxa çıxmaq mənasına gəlmir. Başa düşürsünüzmü? Ola bilir ki, bir yerdə insan zəifləsin və o zəiflən insanın daha güclü dönmək ehtimal həmişə var. Və bu sifət xüsusən də müsəlmanlarda var. Hətta İslam dini zaman içində bəzən zəifləyir. Baxın, müsəlmanlar zəifləyir, müsəlmanlar öldürülür, müsəlmanlar təhqir olunur. Amma bu o demək deyil ki, müsəlmanlar bitir. Gün gələcək, müsəlmanlar daha güclü qayıdacaq. Bu, inşallah, bu indiki yaşadığımız dönəmdə də qardaşlar bizim zəif bir mərhələmizdir. Haraya baxırıq, müsəlman qanı tökülür, müsəlmanlar işgəncə görür, olur, bu olur. İnşallah gün gələcək, müsəlmanlara günəş yenidən doğacaq, daha güclü olacaq, daha ədalətli olacaq dünyada olan sistem. Yer üzündə olan insanlar daha huzur içində yaşayacaq. Ona görə bunu hardan çıxardırıq bu faydanı? Vəhiy kəsilən müddəti Peyğəmbər s.ə.v də özü də qorxur durumdan, vəhiylər gəlmir, bir müddət narahatçılıq olur və sonra vəhiy gəlir və daha güclü olurlar. Deməli, buradan çıxartdığımız faydalardan biri də budur. Faydalardan dəvətin başarılı olması üçün 2 dənə şərt mütləq lazımdır. Bir yerdə dəvət başarısızsa, bu 2 şərt yoxdur və yaxud da 2 şərtdən biri yoxdur. Bir yerdə dəvət başarılıdırsa, ikisi də var deməkdir bunların. Birincisi ixlas, birincisi ixlasdır qardaşlar. İkincisi də əmək çəkmək, zəhmətkeçlik. Sadəcə ixlasla dəvətdə başarılı olmaq olurmu? Əmək vermək də lazımdır, zəhmət çəkmək də lazımdır. Əmək vermək və zəhmət çəkmək lazımdır. Əmək verirsən, zəhmət verirsən, amma ixlas yoxdur. Başarılı olurum dəvət. Peyğəmbər s.ə.v həm ixlaslı idi, Allah üçün dəvət edirdi, həm də qardaşlar əmək qoyurdu. Biz gedib ömüzdə yatsaq, kofeni içirik, evdə uzanıb dururuq divanın üstündə, nə bilim bir gün dağa getdik, bir gün çölə getdik, al ver, biznes. Kim dəvət edəcək? Dəvət işi ağır işdir qardaşlar. Təbliğ eləmək ağır işdir, hələ başarılı olmaq ağır işdir. Çünki ikisi də çətindir. Həm əmək vermək çətindir və bu əməyin davamlı olması şərtdir. Bir də ki, sürəkli ixlası qorumalısan. Əksi təqdirdə başarı mümkün deyil. Faydalardan biri qardaşlar, təbii qorxu imana zidd deyil. Nə dedim? Təbii qorxu. Sən yox. Aha. Nə? Diqqətin məndə olsun. Təbii qorxu imana zidd deyil qardaşlar. Peyğəmbər s.ə.v Cəbrail əleyhissalamı görəndə nə edir? Qorxur. Yadıma bir şey düşdü. Nəysə, onu danışmayayım. Mən Zaqatalada oxuyan vaxtı bizim bir qardaş var idi. 1-ci Tala məscidində. Qardaşları qorxudurdu birdən. Yəni təbii qorxu, nə bilim, üzünə bateriya vururdu. Adam gecə qabağından çıxırdı, səysənirdin. Qapının dalından çıxırdı, nə bilim. Sakin getdin yerdə bir dənə böyründən bir dənə çimdiyi vururdu, adam ora qalxırdı. O vaxtı buna etiraz edirlərdi ki, qardaş, sən bizi günaha salırsan da, qorxudursan. Təbii ki, müsəlmanı qorxutmaq olmaz. Bu başqa bir məsələdir. O da dəlil gətirirdi ki, təbii qorxu imana zidd deyil də, mən sizi təbii qorxuduram da, belə deyir də, yəni adamların dili zadı qatlanırdı az qala. Hədə bu, o məsələ deyil qardaşlar. Təbii qorxu odur ki, sən bu dağın başına çıxmaqdan qorxursan. Hə? Sən ilandan qorxursan, aslandan qorxursan, kələzdən qorxursan, bu təbii qorxudur. Belə qorxular imana zidd deyil. O bəzilər deyir, mən gözümə atverka soxsam, mən qorxmuram. Hələ gözünü də açıb qabağında durur. Ha. Mən deyir, Allahdan qorxuram. Bir dəfə oldu, məscidə biri gəlmişdi. Yadınıza düşürmü? Gəldi, deyir ki, mən Allahdan başqa kimdənsə qorxmuram. İstəyirsən, deyir, barbağını gözümə sox. Dedim, tamam, gəl. Qardaş, gözünü açdı, durdu belə qavamda, deyir, sox barbağını gözümə. Bu cür, təbii ki, barbağımı soxsaydım gözünə, qabağımda duracaqdım, yox. Bu, sadəcə Allahdan qorxu mənalarında deyil, qardaşlar.
təbii qorxu normaldır. İnsana Allah bu qorxunu bitişdirib. Ki biz gözümüzə tikan düşməkdən, toz düşməkdən, daş düşməkdən qorxuruq. Ayağımız sürüküb başımız daşa dəyməkdən qorxuruq. Dərin suya girəndə boğulmaqdan qorxuruq. Və yaxud bir yırtıcı heyvan görəndə boğulmaqdan qorxuruq. Və bunlar imana zidd deyil. 13-cü fayda qardaşlar, dəvətçi insan nə olmalıdır? Sürəkli öz nəfsinin islahı ilə çalışmalıdır. Məsələ fikir verin. Mən sizə qalxıram, dərs keçirəm, deyirəm ki, qardaşlar, Allahın kitabını oxumaq lazımdır. Amma mən Quran oxuya bilmirəm. Bu sizcə gülünc olacaqmı? Və bunu da münasibət olaraq deyirəm. Bugün sosial medyada olan bir çox şarlatanlar sizi, qardaşlar, yanıltmasın. Mən şaşırıram bəzən, bəzi adamlar dinin adı ilə danışır, Allahın adı ilə danışır, qalxır insanlara əhkam kəsir, halal haramdan insanlara ağıl verir, Allahın kitabını üzündən oxuya bilmir. Biri məsciddə oturub UFC-yə baxır. UFC. Boğuşa baxır, boy-bez pravilə baxır, məsciddə oturub. Bu adam hası ki, müəyyən təbəqələrə din adamı olaraq sıradılıb. O birisi çıxır, insanlara güya həqiqəti başa salır, dilinin altında Rasulullah s.ə.v hədislərini inkar eləyir. Allahın qəti qoyduğu qanunları ortadan qaldırıb insanları dinsizliyə sövq eləyir. O adamlar hası ki danışanda Allah Quranda deyir, əlindən tutub getsən Allahın kitabını üzündən oxuya bilmir. Əgər bir müəllim bugün gəlib desə ki, mən tarix müəllimiyəm, 30 şagirdin qabağında tarixdən danışsa, bir adam gəlib desə ki, gəl müəllim bir tarix kitabını aç üzündən olayları bizə oxu. Biz kəşf eləsək ki, Azərbaycan əlifbasını adam bilmir. Bu adamın tarixdən xəbər verməyi gülünc olmaz. Biz bunu qəbul eləyərik, qardaşlar. Xeyr. Baxın, dini məsələləri axırıncı etməməmiz lazımdır. Dindən danışan adamların dini təhsilindən əmin olmadıqca onların danışığına biz əhəmiyyət verməməmiz lazım. Zaten beləsilərin çoxluğudur bugün ümməti parçalayan bölən. Aydındır mı? Nə qədər zaman keçdi? 38 dəqiqə. Allahu Ekber. Mən elə bildim bir 6-7 dəqiqədir biz. Siz tənbih eləyin, qardaşlar. 25 dəqiqədən sonra tənbih eləyin, dərsimiz uzanmasın. Mən 4-cü hədisim keçdi. Mən 5-6-yı da niyyət eləmişdim. Nəysə xeyirlisi. Belə gedirik, demək ki, belə lazımdır. İnşallah, umarım faydalı oldu. Allah eşitli faydalardan etsin. Bilmədiklərimizi öyrətsin, bildiklərimizi əməl etməyi nəsib eləsin. İnşallah gələn dərsdə də 5-6-7 niyyətimiz var. Və sallallahu və səlləm və bərik ələ nəbinə Muhammed.